Bugün gördüm, bu şəklə diqqətlə baxın. Baş prokurorluğa yeni qəbul olan işçilərin and içmə mərasimi keçirilib. Baş prokuror, ona başıboş prokuror da deyə bilərsiniz, gənclərə uğur arzulayıb, Heydər Əliyev haqqında, İlham Əliyev haqqında, Mehriban Əliyeva haqqında təbii ki, çıxış eləyib, deyib ki, onların sayəsində dövlətimiz, prokurorluğumuz, dövlətçiliyimiz günü-gündən inkişaf eləyir və ümidin ifadə eləyib ki, prokurorluq sırasına girən bu gənclər öz bilik və bacarıqları ilə dövlətçiliyimizin güclənməsinə xidmət göstərəcəklər. Mən özümlə yaşıl olan və məndən böyük olan insanlara xatırlatmaq istəyirəm ki, yadınızdadırsa, Sovet dövründə, o totalitar sistemdə, müstəmləkə şəraitində bir neçə peşə var idi ki, cəmiyyətdə onlar samballı peşələr kimi sayılırdı. Məsələn, valideynlər öz övladların tərifləyəndə deyirdilər ki, balan böyüyüb prokuror olacaq. Və yaxud da bir xarizmatik adamı öymək istəyəndə, onun haqqında tərifli sözlər deyəndə deyirdi ki, filan kəs prokuror kimi adamdır. Mehman filmi var, yəqin ki, çoxunuz baxırsınız. O Sovet prokurorunun obrazını yaradılmışdı. Eyni adlı əsəri əsasında çəkilən filmdə. Yəni, prokurorluğun həqiqətən çox müsbət, ali, elitar bir obraz var idi Sovet dövründə. Müstəqil Azərbaycanda, bu Əliyevlərin zamanında prokurorluq, adama görə prokurorluqda vicdanla, ləyaqətlə çalışan dostlardan, yoldaşlardan, Azərbaycanlılardan üzr istəyirəm, cındır bir səviyyəyə gəlib çatdırıldı. Prokurorluq o qədər çirkaba batdı, o qədər rüşvətə bulaşdı, o qədər haqsızlığa uğradı ki, bugün istənilən rayonda adi bir serjant, nə bilim, leytenant rayon prokurorluğundan hörmətli sözü keçərlidir. Azərbaycan Sovet prokuraturalarında sıravi prokurorluq işçiləri ilə yanaşı ali baş prokuror vəzifəsini tutan bir neçəsinin adını çəkmək olar ki, bütün cəmiyyətdə onların hörmətləri vardı. Məsələn, İlyas İsmailov. Mənim onun İlham Əliyev dövründə siyasi fəaliyyətinə tənqidi baxışım olsa da, Sovet dövründə o bütün məmur elitasında, eləcə də prokurorluqda öz intellektinə görə, öz insanlığına görə çıxarmış bir insan idi. Və ona görə idi ki, təsadüf edirdi ki, Milli Hakimiyyət Əbülfəz Elçibəy onu Ədliyyə naziri təyin etmişdi. Ona qədər də olub Azərbaycanın yaxşı prokurorları, vicdanlı, savadlı, dünya görüşlü prokurorluqları olub. Əliyev dövründə biz 3 prokuror tanımışıq. Biri Eldar Həsənov, az para bütün Əliyevin digər məmurlarından, eləcə də prokurorlarından müsbət obrazı ilə fərqlənən biri idi. Eləcə də intellektual bazası var idi. Onu da bilirsiniz ki, həbsxanaya atıblar. Bilmirəm, neçə ildə artıq həbsxanada öz təqaüdçü vaxtın keçirtməkdədir. Bu rejimin qurulmasında xidmət etmiş bir insan kimi onu elə Əliyev rejimi özü cəzalandırdı. Amma Eldar Həsənovun vaxtında da xeyli sayda Azərbaycanlı günahsız yerə həbsxanalara atılıb. Xeyli sayda amonçu, cəbhəçi, müsavatçı onun zamanında şərlənərək qanunsuz həbslərə məhkum oldu. Ondan sonra isə bütün prokuratura və bütün məmur sistemi üçün həqarət olan Zakir Qaralov. Zakir Qaralov, əziz dostlar, sözün əsl mənasında ağzının, danışığın bilməyən, iki eşşəyin arpasını bölə bilməyən deyəcəkdim, amma ondan da aşağı səviyyədə olan, insani keyfiyyəti sıfırdan aşağı olan bir insan idi. Heydər Əliyev onu təyin etdi, İlham Əliyev də onu uzun müddət qorudu. Və onun dövründəki qədər prokurorluq sistemi Azərbaycanda heç vaxt hörmətsiz olmamışdı. Prokuratura işçilərinin, prokurorluq işçilərinin
bu bazardan göyərti satanlardan rüşvət yığan serjantlar var. Bax, onlardan da aşağı səviyyədə endiyini, qanunların ümumiyyətlə heçə sayıldığı məhz Zakir Qaralovun vaxtında baş verdi. Azərbaycan konstitusiyası təhqir olundu. Azərbaycan qanunları təhqir olundu. Şəxsən Zakir Qaralovun baş prokuror olduğu dövrdə. Nə qədər günahsız insanlar, siyasi, biznes sahəsində olan insanlar həbsə atıldı onun murdar imzası ilə. Qətillərin üstü bağlandı Zakir Qaralovun vaxtında. Biz Hacı Məmmədov dəstəsi orada Rəna Axundov idi deyəsən. Onun ölümü barəsində mən YouTube-da video hazırlamışam. Araşdırsanız bu axtarış yerindən tapa bilərsiniz. Çox saylı cinayətlərin örtbasdır edilməsində Zakir Qaralovun rolu oldu. İndi isə Kamranı qoyublar. Kamran Zakirin elə bil əlinin altında böyüyən bir adam idi və onun təqdimatı zamanı xoş sözlər yazdılar ki, hə, bu Zakir deyil, bu başqa cürdür. Amma Zakir tutaq ki, hozluğu ilə, heyvərəliyi ilə bu rejimin mahiyyətini göstərərdi. Bir tərəfdən o yaxşı idi. İllüziya yaramırdı. Bu Kamran eynən Paşayevlərin yeni kadrları kimi ilana zəhər verən kərtənkələdir. Yəni bərri, bəzəkli, xoş görünür, mülayim görünür, amma altdan pambıqla baş kəsməkdədir. Məhz Kamranın vaxtında siz diqqət yetirdinizsə, Azərbaycanda siyasi məhbusların sayı rekord həddə çatdı son 10 ildə. Hal-hazırda son amnistiya aktının icrasından sonra 350 siyasi məhbus qalıb Azərbaycanda. Tofiq Yaqublu, Əli Kərimli, Azər Qasımlı, bizim azad jurnalistlərimiz hamısı bu Kamranın vaxtında həbs olundu. Hüquq müdafiəçiləri. Rüfət Səfərov prokurorluq işçisi idi. Onu Zakir Qaralovun zamanında həbsə atdılar. Sonra da Kamran da gəldi, o işi davam elətdirdi. Rüfətin günahı, kriminalı nədən ibarət idi? Sadəcə prokurorluq işçisi olaraq dözməyib həqiqəti demişdi. Yəni tutduğu vəzifəyə, daşıdığı posta baxmayaraq Azərbaycan həqiqətlərin ifadə eləmişdi. Sonradan da hüquq müdafiəçiliyinə başlamışdı. Amma bu prokurorluq, bu sistem, Əliyev sistemi onu xor gördü. Rüfət Səfərov digər hüquq müdafiəçilərimiz kimi indi zindan həyat yaşayır. Mən indi ümid eləmək istəyirəm ki, bax bu yeni prokurorluğa qəbul olan insanlar, gənclər özlərini bu sistemin içərisində qorumağa ən azı təşəbbüs göstərəcəklər. Mən bədliyi gətirmək istəmirəm. Mən optimist yanaşmaq istəyirəm ki, heç olmaya bax bu yeni prokurorların içərisindən də yeni rüfətlər çıxsın. Həqiqi prokurorlar çıxsın. Qanuna, qanunçuluğa, hüquqa hörmət eləsin. Prokurorluğun vəzifəsi nədən ibarətdir? Kamran nə idi bunun adı? Kamran Əliyevin Leyla Əliyeva, Heydər Əliyev, İlham Əliyev onun iti qurdu haqqında bəlağətli çıxış etməsi ilə prokurorluğun fəaliyyəti ölçülmür. Prokurorluğun konstitusiyada, qanunda ifadə olunan vəzifəsi var. Prokurorluq qanunların icrası və tətbiqinə cavabdehdir. Bugün Azərbaycan insanların elə ən ağır problemi, hətta özlərinin qəbul elədiyi bərbad qanunların işləmədiyi deyilmi? Azərbaycan insanları kəndindən şəhərinə qədər, şimalından cənubuna qədər məhz elə qanunların işlənməsindən şikayət eləmirmi? Tərifli sözlər deməyə nə var? Bir-birlərini tərifləsinlər, mehriban bunlar mehribanı. Ölkədə bugün qanuna istinad eləyib danışmaq, qanunu tələb eləmək həm cinayət sayılır, həm də gülməli sayılır ki, sən cəngəllikdə qanun haqqında danışırsan. Ölkə dərəbəylik formasında, bir insanın kefi əsasında işləyir. Və ona görə bu gənc prokurorlar bəlkə də bugün sevinc içindədirlər ki,
vəzifəyə gedirlər. Bir tərəfdən həqiqətən onlar ora rüşvətlə təyin olunmayıbsa, ə, imtahanlardan, müsahibələrdən keçib gəliblərsə, sevinməyə haqları var ki, bir uğur qazanıblar. Amma dostlar, hörmətli gənc prokurorlar, diqqətli olun. Heç bir vəzifə insanın ləyaqətindən, şərəfindən üstün ola bilməz. İmkan verməyin, çalışın ki, bu rejim sizi Kamrana, Zakir Qaralova, İlham Əliyevin özünü oxşatsın. Heç bir şirinlikləndirici vədlər, nə bilim vəzifələr sizin ədalətsizliyə imza atmanıza səbəb olmasın. Şəxsiyyətinizi qoruyun. İndi bu hakimiyyət uzanır, bəzilərində illüziya yaranıb ki, belə gəlib, belə gedəcək. Mən sizə əmin edirəm ki, belə gəlib, belə getməyəcək. Bütün avtoritar rejimlərin, totalitar sistemlərin ideyası belə olur ki, kütləni anlatsın ki, heç nə dəyişməyəcək, heç nə xeyri yoxdur. Bu təkcə Azərbaycanda deyil, o dəyişiklik olan bütün ölkələrdə bunu görübsünüz. Hətta mən nümunələr verə bilərəm ki, bugün qabaqcıl Avropa ölkələrində o kralların azğınlığı, cinayətləri o həddə çatmışdı ki, ağıllı adamlar, yəni adi çayxana dayıları yox, ağıllı alimlər, ziyalılar yazırdı ki, artıq şərə qarşı müqavimət göstərmək olmaz. Gəlin bu işin başını buraxaq biz. Şər elə haqq, şərin etdiyi nədirsə o haqdır. Yəni biz haqqın, həqiqətin meyarını axtarırıqsa, baxmalıyıq ki, kral nə edir. Onun elədiyi hər şey əgər başımızı kəsirsə, deməli yaxşı işdir. O qaranlığın, o cəhalətin, o zülmün təsiri altında cəmiyyətin böyük bir hissəsində bu təəssürat yarana bilər. Amma biz tarixin gedişindən bilirik ki, bütün o şər rejimləri kimi Əliyev rejimi də çökəcək və onda sizin deməyə bir sözünüz olsun, danışmağa bir cəsarətiniz olsun, bir bağajınız olsun ki, heç olmaya deyəsiz ki, bax mən işlədim orada, amma filan işlərdə mən mövqe qoydum, vicdanımı satmadım, qanuni əsas tutdum. Bacarmasansa, indi bugün bəzilər deyir, mən olmasam və yaxud da o olmasa kimsə başqası gələcək. Başqasına görə sən cavab verməyəcəksən ki, hamı özünə görə cavab verir. Əgər o dünyaya inanırsansa, o dünyada, bu dünyaya inanırsansa, bu dünyada. İstifa ver, get başının çarəsini tap da. Sənin alnına, nə bilim, pasportuna yazılmayıb ki, filan işdə ömrü boyu işlədəcəksən. Dünya indi mütəhərrikdir. Sivil ölkələrdə hətta yaşlı adamlar üçün peşə dəyişmə ixtisasları yaradırlar. Azərbaycanda da bilirəm iş tapmaq çətindir, amma ləyaqətsizlikdən işsizlik daha yaxşıdır. Adamların hamısı prokuror işləmir ki, polis rəisi işləmir ki, deputat işləmir ki, birtəhər dolanır da hərə. Yəni tamahınızla mübarizə aparın birinci, ondan sonra hər şey yaxşı olacaq. Kamranın çıxışında qanunçuluq, dövlətçilik, konstitusiya bu kimi çıxışları oxuyuram və yadıma mərhum Rafiq Tağıyev düşür. Yer gəlmişkən, bax, Rafiq Tağıyevin açılmayan cinayətinin bir hissəsi də prokurorluğun məsuliyyətidir ki, bu qanlı hadisənin üzərindən illər keçib, amma prokurorluq hələ də nə Elmarın, nə Rafiqin cinayətini aça bilmir. Rafiq Tağıyev bir dəfə Səməd Vurğun haqqında yazmışdı ki, Səməd Vurğunun o Ceyran şeiri var da, bilirsiniz. Nə gözəl yaraşır Muğana Ceyran. Rafiq Tağıyev rəhmətli də yazmışdı ki, Səməd Vurğunun bu riyakarlığıdır bu şeir. Çünki bir tərəfdən Ceyranı vəsf eləyirdi, o biri tərəfdən isə Ceyranın qarnının gülləyə tuturdu. Səməd Vurğun bilirsiniz də ovçudur. Və sonra da əlavə eləmişdi ki, Ceyranı öldürməyə, güllələməyə cəhənnəm. Özü də yemirdi, onu göndərirdi Moskvaya, Yazıçılar İttifaqının sədri var idi o vaxtı, Fadayevə yesin. İndi Kamran Əliyev də, İlham Əliyev də qanunçuluq, dövlətçilik barəsində danışanda həmin şey yadıma düşür ki, qanunu öldürüblər, konstitusiyanı, hüququ ayaq altına atıblar, bir tərəfdən də onu vəsf edirlər. Ona gözəlləmə oxuyurlar.